Sizə kişmiş kimi bir villa göstərəcəm. Hörmətli izləyicilərim, villada aura öz yerində. Adamın mənəviyyatı sakitləşir də bu villanın içində. Çünki elə bir ki, meçidin içində oturmuşam. Sizə 6-cı mikrorayonun deyərdim ən bahalı ərazisi küçəsində olan villa təqdim edəcəm. Detallı baxacağıq. Hamısını göstərəcəm, diqqətlə, dəqiqliklə. Sadəcə demək istəyirəm ki, bu ərazidə, meçidə bu yaxınlıqda Kupçalı 14 sot torpaqda villa nadir hallarda çıxır satışa. Publikada olmayan bir villadır, şəxsi bir mülkdür. Deyərdim ki, dəyərindən ucuz satılır, 100% dəyərindən ucuz satılır. Çaylarınızı süzün, çaydan udumlayaq, təqdimata başlayaq. Hər bir şərait var villanın içində. Əzizləyicilər, hovuz, aşma-daşma, qış mətbəxi, manqal zonası, yaşıllıq, hamam, tualet. Hoşuma gələn hissəni sizlə bölüşmək istəyirəm. O da villanın qış, yay otağı. Dostlar, bilirsiniz nədir? Şərait səviyyədir də dostlar. Bir dənə baxın, görürsünüz o detalları. Mərkəzi havalandırma, müasir təmir, əşyalar, yer isti, pol, açılıb bağlanan vaqon qapıları. Yəni bu villada bir əlavə bir evdir, qonaq evidir. Burada tam elektronikalarla da təmin olunubdur. Yaşamaq lazımdır. Xol hissəsidir 4 mərtəbə villanın. İkinci mərtəbədə yataq otaqların sayı 4-dür. Geniş, rahat, tam əşyalı. Ümumi hamam otağı var koridorda. Ümumi planlama çox əladır. Genişlik, rahatlıq baxımından. Geniş yataq otaqlarda əzizləyicilər, içində hamam, qardirob otağı da var. Hər yataq otağı 100 kvadratdan çoxdur. Böyük bir ərazi təşkil edir. Kadrdan da gördüyünüz kimi. Sahibi ilə razılaşa bilsəz, razılaşıb alsaz, 300.000 bu evə pulu qoysaz, hörmətli izləyicilərim, düşünürəm ki, tam subyektiv fikrimdir, ideal bir villa
əmələ gələr. Çünki ağıllı planlaması əladır. Yəni proyekti əladır. O baxımdan deyirəm. Özünüz də kadrdan da gördünüz. İlkin qiyməti qeyd edirəm videoda. Bu start qiymətdir. Reallıq olacaq. Gələrsiniz, sizi tanış edərəm. Danışarsınız. İnşallah götürərsiniz. Burada yeri gəlmişkən buranın mansard hissəsidir. İstirahət. Burada yataq otağı da var. Burada əyləşməyə yeri var. Ümumiyyətlə bu villada yoxdur dəyərli izləyicilər.